Axşamınız xeyir olsun əziz izləyicilər. Bizim mövqenin bugün olan buraxılışında xoş gördük hər birinizi. Studiyada aparıcınız mənəm, Züriyə Ruslan qızı. Bu dəfəki buraxılışımızda da siyasi gündəmdə ən çox müzakirə olan istiqamətlərdən birini elə biz də qonağımızla birgə təhlil etməyi planlaşdırmışıq. Söhbət əlbəttə ki, Venezuela hadisələrindən gedir və tarixən bir çox coğrafiyalarda baş vermiş hadisə bu dəfə Venezuelada həyata keçirilmiş oldu və Amerika Birləşmiş Ştatlarının dəstəyi ilə narkotik kartellərə qarşı mübarizə adı altında ordu birləşmələri Venezuelaya yerləşdirildi və hakimiyyət demək olar ki, ləğv olundu, Maduro ölkədən çıxarıldı, həbs edildi və bütün bunların nəticəsində Venezuela hal-hazırda demək olar ki, hakimiyyətsiz bir rejimdədir. Nələr gözlənilir? Ümumiyyətlə bu proseslər nədən birdən-birə baş vermiş oldu? Bunun hər hansı bir president nümunələri də yaxın tarixdə görünə bilərmi? Ümumiyyətlə Trumpın bu addımının, yəni Amerika Birləşmiş Ştatlarının hazırki ritorikasının beynəlxalq hüquq prinsipləri baxımından təhlili hansı yöndədir? Bütün bu istiqamətləri studiyamızın qonağı humanitar məsələlər üzrə ekspert Şəmsur Kərimovla müzakirə edəcək. Şəmsur bəy, axşamınız xeyir olsun, xoş gördük sizi. Xoş gördük sizi studiyamızda. Dəvətimizi də qəbul etdiyiniz üçün sizə təşəkkürümüzü bildiririk. Şəmsur bəy, ilkin olaraq təbii ki, bir giriş xarakterli sizin fikirlərinizi almaq istərdik ki, bax, Venezuelada vacib olan, əhəmiyyətli olan nə idi? Onu Amerika Birləşmiş Ştatları üçün əhəmiyyətli edən məqamlar nədən ibarətdir? Ümumiyyətlə, Venezuela coğrafi cəhətdən, təbii cəhətdən çox zəngin ölkədir. Demək olar ki, Venezuela yer üzündə bir cənnətdir. Ərazisi 900.000 kvadrat kilometrdən çoxdur, 1 milyon kvadrat kilometrə yaxındır, yəni bu çox böyük rəqəmdir. Ekvatora yaxın olmasına baxmayaraq, ilin çox hissəsi mülayim iqlimdir, yaydır, yəni bir ay yaydır. Təbiəti, biologiyası, heyvanat aləmi çox zəngin bir ölkədir. Yəni, hamı Venezuelanı ancaq neftlə tanıyır. Bəli, dünyada ən böyük neft ehtiyatları Venezueladadır. Amma Venezuelada dəmir filizi də var, alüminium yataqları da var. Yəni, çox zəngin bir ölkədir. Çox vaxtı ilə çox inkişaf etmiş bir kənd təsərrüfatına malik olubdur. Bu baxımdan, yəni, bu ölkə hər kəs üçün maraqlı ola bilər. Əhalisi də bir 28 milyondan çoxdur, təxminən 29 milyona yaxındır, amma bu 21-ci əsrin harasa bir 20 il bundan əvvəlin məlumatlarıdır. Bu Chavez və Maduro dövründə bir 8 milyona yaxın müxtəlif rəqəmlər var, amma hardasa bu 8 milyon civarında Venezuelalı ölkəni tərk edib gedib. Mən sizə deyim ki, yəni bu ölkə 20-ci əsrdən böyük bir hissəsində əvvəla bu yarandığı gündən bəri bu cür bu cənnət bir ölkədə dəfələrlə vətəndaş müharibələri olub. Tək 19-cu əsrdə bir 70 il ərzində 7 dəfə vətəndaş müharibəsi olub Venezuelada. Sonra 20-ci əsrdə dəfələrlə çevrilişlər olub, çevrilişəcəklər olubdur. Amma bu ölkədə həmişə maddi vəziyyət deyək ki, Cənubi Amerikanın digər ölkələrindən çox yüksək olub. Mən ilk dəfə Venezuela haqqında hələ orta məktəbdə oxuyanda Miguel Otero Silva deyilən onların böyük bir yazıçısı var idi. O sol təmayüllü bir yazıcı olduğuna görə Sovetlər də onu tərcümə edirdilər. Onun Ağlamaq istədikdə ağlamıram deyilən bir romanı var. Bu Venezuelanın 50-ci 60-cı illərinə həsr olunub. Haşiyə çıxıb deyim, o roman özü çox kədərli romandır və o romandan mən çox şey o zaman başa düşmürdüm. Amma bir onu başa düşürdüm ki, Venezuelanın iqtisadi vəziyyəti o zamanki SSR-nin iqtisadi vəziyyətindən kifayət qədər yüksəkdir. Yəni, orada 1948-ci ildə 3 uşaq eyni vaxtda, eyni gündə anadan olur. 18 il sonra 1966-cı ildə bunlar müxtəlif həyat tərzi keçirdilər və 66-cı ildə onlar üçü də eyni gündə həlak olurlar. Mən oradakı hətta bir kasıb ailənin təsərrüfatına baxanda onu Silva çox belə obrazla təsvir eləyir. Baxdım ki, heç yerdə o cür tutaq ki, yaşayış yoxdur. 1970-ci illərdə isə, xüsusən 74-cü ildə, bilirsiniz də, həmin vaxtı demək, İsrail o ərəb müharibəsi oldu.
qiyamət günü müharibəsi deyirlər. Ondan sonra ərəb ölkələri Qərbə, o cümlədən Amerika Birləşmiş Ştatlarına neft satışına embargo qoydular. Venezuelanın isə o zaman üçün kifayət qədər inkişaf eləmiş neft ölkəsi idi. Və birdən-birə Venezuelaya pul yağmağa başladı. Hesab edin ki, neft qiymətləri 400%-dən artıq bahalaşdı. Venezuela o qədər zənginləşdi ki, Venezuelaya o zaman Səudiyyə Venezuelası da deyirdilər. Yəni bu hardasa 74-cü ildən 80-ci ilə qədər. Amma sonrakı dövrdə, yəni elə həmin vaxtda Venezuela bu pulu daha çox belə deyək, o qədər də effektiv olmayan proyektlərə sərf elədi. Düzdür, pulsuz təhsil onlarda həmişə pulsuz təhsil olub, kifayət qədər inkişaf eləmiş səhiyyə xidməti olubdu, özü də pulsuz. Amma bir çox belə desək iqtisadi proyektləri uğurlu olmadı, korrupsiya inkişaf elədi və 80-ci ildə artıq neftin qiymətləri ucuzlaşmağa başlayanda, aşağı düşməyə başlayanda yüksək həyat səviyyəsinə öyrəşmiş Venezuela cəmiyyətində problemlər yaranmağa başladı. İndi mən 80-ci illərdən danışmayayım, elə birbaşa bugündən danışayım. Bu günləri, yəni o cür zəngin bir ölkə, 21-ci əsrin əvvəllərində, yəni cəmi 20-25 il bundan əvvəl Venezuela dünyada neft eksportunun 20%-ni həyata keçirirdi. Bilirsiniz, bu çox böyük rəqəmdir. Rusiya kimi nəhəng bir ölkə dünyaya ən yaxşı vaxtında neftin ancaq 8%-ni eksport eləyə bilib. Dünyadakı eksport. Venezuela isə 20%-ni həyata keçirirdi. Bu günləri isə Venezueladan 8 milyon adam, yəni bu Hugo Chávez'in və onun davamçısı olan Maduro'nun hakimiyyəti illərində 8 milyon adam Venezuelanı tərk edibdi. Venezuelada əhalinin 75%-i rəsmən deyəndə ki, Venezuela müxalifətinin məlumatlarıdır bu. Hətta hesab eləsək ki, bu müxalifət müəyyən qərəzlə yanaşır bu işə. Yəni bu rəqəmlər elə rəqəmlərdir ki, bunları tam saxtalaşdırmaq olmaz. Venezuela əhalisinin 75%-i kasıbçılıq həddindən aşağı yaşayır. 10 milyon ölkədə demək əhalinin 10%-i səfalət içindədir. Hər 3 ailədən biri səfildir. Venezuelada 3 milyon adam gündə hesab olunur ki, ancaq bir dəfə yemək yeyə bilir. O da nə yeyir, Allah bilir. Yəni bunlar orta deyək, yaşayış səviyyəsi 15 dollardır. Amma bu rəqəm, hətta mən buna özüm də inanmaq istəmirəm. Yəni ki, deyilənə görə minimum əmək haqqı ayda 1 dollardan aşağıdır. Ayda 1 dollardan aşağı. Yəni bu cür zəngin bir ölkə bu cür səfalət əlinə düşüb. Deyək ki, indi bu rəqəm saxta olsun, Venezuela müxalifəti bunu desək, saxtalaşdırsın, bunu 10 dollardan yendirsin 1 dollar. Axı bunun özü də çox aşağı rəqəmdə o cür zəngin ölkə üçün. Və əhalinin böyük bir hissəsi ayda hardasa 12-13 dollara dolanır. Və bu cür ölkə iqtisadiyyatını bu cür iflas halına Hugo Chávez'in 1998-ci ildəki o prezident seçkilərini uddu. Hakimiyyətə gəldi və Bolivarian inqilabı etdiyini elan elədi. Sonra elan elədi ki, 21-ci əsr sosializmi qururuq. Ondan sonra da onun davamçıları, yəni Venezuela iqtisadiyyatını bu cür iflas halına gətirdilər. Siyasi müxalifəti məhv elədilər. Bu durumda Chávez'in taleyi də əsas suallardan biridir də ki, çünki bu ideologiyanı daşıyan sizin də qeyd etdiyiniz kimi Maduro'yu da artıq demək olar ki, Maduro'nun aradan qaldırılmasıyla həm də Chávez'in sonuna gəlmiş oldu Venezuela? Mən elə fikirləşmirəm. Chávez'in çox yaşarı bir ideologiyadır. Çünki bilirsiniz, bu Chávez'lər ümumiyyətlə sol ideologiyadandılar. Hugo Chávez özünü gah dindar elan eləyib, gah marksist elan eləyib, gah Maoçu, gah Trotskist. Bir dəfə deyib ki, mən kommunist öləm, sonra deyir, mən kommunistəm. Yəni bunlar çox çevik və çox tez adaptasiya olunan bir ideologiyaya sahibdirlər. Və nəzərə almaq lazımdır ki, bunların ümumiyyətlə Chávez və Chávez'in ətrafındakı adamlar və onun davamçılarının əksəriyyəti bunlar 50-ci, 60-cı illər, xüsusən 60-cı illərdə
Venezuelada fəaliyyət göstərən partizanların, sol partizanların, Maoçu partizanların, Leninci partizanların, onlar özləri də marksist deyirlər, bunların övladlarıdır, bunların davamçılarıdır. Və bunlar üçün hakimiyyət ideologiyası, hakimiyyət ideyası, ümumiyyətlə dünyada kommunistlər üçün həmişə hakimiyyət ideyası çox vacib olubdur. Bunlar üçün çox vacibdir. Mən hesab edirəm ki, onlar bütün Venezuelanı qana boğarlar, amma elə belə öz başlarına Venezuelada hakimiyyətdən getməzlər. Heç belə baxanda Trump da onlardan onu tələb eləmir. Misal üçün, deyim ki, bax, bu günləri Venezuelanın prezidenti vəzifəsini icra edən Delcy Rodriguez, bilirsiniz də ki, o Maduro'nun zamanında vitse-prezident idi, başqa vəzifələrdə tutubdu. Demək, bu Delcy Rodriguez'in atası ümumiyyətlə komünist partizan olub və 70-ci illərdə bir Amerika vətəndaşını oğurlayıb öldürdüyünə görə bunu həbs ediblər, bu özü də həbsdə ölübdür. Yəni bunlar bu cür ailələrdən çıxırlar. Belə olduğu təqdirdə Amerikanın onun Maduronu əvəz etməsinə yaşıl işıq yandırmasını nəyə borclu ola bilərik sizcə? Hesab edirəm ki, Trump üçün əsas orada demokratiya dəyərlər deyil. Trump bu məsələyə daha realist yanaşır. Maraqlı bir məqama gəlib çıxdı əslində. Bəli, Trump bu məsələlərə çox realist yanaşır. Hətta mən deyim ki, super realist yanaşır, çox merkantilist mövqedəndir. Və heç özü də bunu gizlətmir. Ümumiyyətlə, Trump epatoloji xoşlayan adamdır. Yəni, fikirlərini də açıq deyir. Trump başa düşür ki, Venezuelaya ordu yeritsə, əvvəla bu Amerika üçün çox bahalıdır. Bilirsiniz, 1000 Venezuela əskərinin, mən indi məcazla deyirəm, bunu dəqiq göşəmişəm, amma bilirəm ki, Venezuela əskərinin saxlanılması ilə bir Amerikan əskərinin saxlanılması xərcləri eyni deyil. Bunlar, Trump isə biznesmendir və bunları müqayisə eləyir. O başa düşür ki, həm yəni Venezuelaya bu qədər pul qoymaqdansa, hal-hazırda mövcud olan idarə etmə sistemi var. Bu idarə etmə sistemi hakimiyyəti qoruyub saxlaya bilir, hətta bu cür zərbələr almasına baxmayaraq. Trump üçün burada bir neçə məsələ var. Əvvəla, Venezuela hakimiyyətini, iqtidarını məcbur eləsin ki, ora Amerika qitəsinə, Amerikanın geopolitik rəqiblərinə yerləşməsinə imkan verməsin. Bilirsiniz ki, artıq Hugo Chavez'in zamanından Chavez'in İran hökuməti ilə məsəl üçün çox sıx əlaqələri yaranmışdı. Özü dəfələrlə İrana getmişdi. İran prezidenti Əhməd-Nejad o vaxt Venezuelaya getmişdi. Maduro rejimində bu əlaqələr hansı səviyyədə idi? Yüksək, çox yüksək səviyyədə idi, amma Chavezlə Maduro'nun bir fərqi var da. Chavez'in dövründə, xüsusən onun hakimiyyətinin ilk illərində, 2008-ci ilə qədər olan dövrdə, əvvəla Venezuelanın yəni əvvəlki ehtiyatları, maddi ehtiyatları var idi və Chavez onlardan çox belə desək, bədxərcəsinə istifadə eləyirdi. Misal üçün 2001-ci ildə o Kuba ilə Fidel Castro o zaman, bu da bilirsiniz də, Birləşmiş Ştatların rəqibi idi. Fidel Castro Venezuelaya gələndə ondan ictimai pakt bağlayır və Kubaya başlayır. Həmin vaxt Kuba çox dərin iqtisadi böhran yaşayırdı, çünki əsas müttəfiqi Sovet İttifaqı süqut eləmişdi və başlayır Kubaya çox ucuz qiymətə, demək olar ki, pulsuz neft verməyə. Və bu yaxınlara qədər, yəni deyə bilmərəm indi bu 3-4 gün ərzində yəqin ki, artıq, daha doğrusu Amerika embargo təyin eləyənə qədər, Venezuela ətrafında embargo qoyana qədər Kubaya bu neft gedirdi. Pulsuz neft gedir. Yəni bu Venezuela xalqının sərvətidir. Və sonra da 2007-ci ildə yenə Kuba ilə Chavez arasında bir saziş bağlandı və bir xeyli Kubalı mütəxəssis, 10 minlərlə Kubalı mütəxəssis gəldi Venezuelaya. Burada bilirsiniz, bunlar Venezuela xalqına qarşı Chavez və Maduro o qədər cinayət törədiblər ki, yəni bunu çox vaxt bilmirlər bizim şərhçilər. Özü ki, Chavez'in bilirsiniz də 1992-ci ildə Chavez çevriliş eləməyə cəhd göstərmişdi və bu çevriliş alınmamışdı 1992-ci ilin fevralında və həbs olunmuşdu. Əgər istəsəniz ondan əlaqədar danışıram, çünki özü maraqlı hadisədir o. Chavez o zaman
polkovnik leytenant olur, podpolkovnik olur Venesuela ordusunun. Və bu qanuni hakimiyyəti devirməkdən ötürü çevriliş eləməyə qalxır. Fevral ayında, dəqiq günü yadımda deyil. Və özü isə uzaqdan idarə eləyir. Bu çevriliş alınmır, hardasa onun bir 16 əskəri, yəni Chavez'in tərəfdarı ölür. O zaman hakimiyyət orqanları, daha doğrusu müdafiə naziri Chavez'ə təslim olmağa təklif edir. Chavez 2 şərt qoyur. 2 şərt. Yəni müdafiə nazirinə əvvəla yəni Chavez'in həyatına toxunulmayacaq, öz şəxsi təhlükəsizliyi. Bir də ki, ona Venezuela xalqına müraciət eləməyə imkan yaradacaqlar. Hərçənd ki, hökumət, hakimiyyət qüvvələri artıq o zaman bilinirdi ki, qalib gəliblər. Amma daha artıq qan tökülməz deyə müdafiə naziri zabit sözü verir ki, bu şərtlərdən təslim olsa Chavez'ə, onun həyatı saxlanılacaq. Və Chavez təslim olur, öz tərəfdarlarına müraciət edir ki, onlar silahı yerə qoysunlar. Sonra onu həbs eləyən demək polis deyəndə hərbi polis, onu birbaşa müdafiə nazirinin evinə şam yeməyinə aparır. Şam yeməyi zamanı müdafiə naziri Chavez'ə deyir ki, siz bir hərbiçi kimi, bir zabit kimi öz andınızı 2 dəfə pozdunuz. Siz zabit şərəfini ləkələmisiniz. Birinci dəfə siz öz komandirlərinizin əmrini pozmaqla, onlara tabi olmamaqla əmri pozmusunuz. İkinci dəfə isə öz tərəfdarlarınızı, yəni onlar sizdən ötürü ölürdülər. Siz isə onların həyatını fikirləşmədiniz, ancaq öz həyatınızı xilas elədiniz. Onlar vuruşurdular, siz silahı qoydunuz yerə. Yəni bu adam sonradan 98-ci ildə seçkiləridir və 98-ci ildə hakimiyyətə gələn kimi başlayır Venezuela ordusundakı zabit heyətini, çünki o zabit heyətinin düşüncə tərzini yaxşı bilirdi, onları həbs eləməyə, repressiya eləməyə və Maduro'nun dövründə də indi Venezuela zindanlarında olan siyasi məhbusların yarısından çoxu Venezuela ordusunun zabitləridir. Yəni bu bəlkə də unikal bir hadisədir ki, dünyanın heç arasında görsənməyibdir ki, ordu zabitləri siyasi düşüncəsinə görə həbsdədirlər. Və onların, yəni Venezuela ordusunun serjant və zabit heyətini Kubalılarla əvəz ediblər. Təsadüfi deyil ki, Maduro'nu həbs edəndə bu Amerikanlar orada 32 nəfər Kubalı mühafizəçi öldürülür. Yəni maraqlıdır ki, bunun ən yaxın əhatəsini bəlkə də elə hardasa Venezuela'nın prezidenti olaraq Maduro Kubalıların əlində bir oyuncaq idi. Bu barədə də fikirlər var. Çünki Maduro orada siyasi təhsil alıb 1986-cı ildə. 80-ci illərdə gərək ki. Sonradan yəni bunlar İranla da sıx əməkdaşlığa başladılar. İndi Rusiya ilə də həm Chavez'in dövründə, xüsusən də Maduro'nun dövründə. Bayaqların nəyi biraz sözdən yayındıq. Chavez'in dövründə bilirsiniz də, yadınızdadırsa 2000-ci illərin əvvəllərində neft qiymətləri bütün dünyada yüksək idi. Buna görə o həm Venezuela'nın ona qədər ki maddi ehtiyatlarını xərcləyirdi. Həm də ki həmin o neft satışından, neftin yüksək qiymətlərindən istifadə edib müxtəlif proyektlər həyata keçirdirdi. Amma Venezuela'ya aidiyyatı olmayan proyektlər. Yəni əsasən Kubaya, Latin Amerikasındakı anti-Amerikan qüvvələrə sərf edirdi və bütün dünyadakı anti-Amerikan, bu dırnaq arası desək, anti-imperialist qüvvələrə bu yardım edirdi. Amma bunu Venezuela iqtisadiyyatını məhv eləmək hesabına eləyirdi. Artıq 2008-ci ildəki dünya iqtisadi böhran oldu və neftin qiyməti düşdü. Chavez'in əlində əvvəlki imkanlar qalmadı, amma yenə bir təhər gətirdi, çıxartdı 2012-ci ilə, 2012-ci ilin dekabrında dünyasını dəyişdi onkoloji xəstəlikdən, özü də Kuba xəstəxanasında. Maduro ki 13-cü ildə hakimiyyətə gəldi, onu Chavez'də vəzifət eləmişdi. Kubaya getməmişdən əvvəl Venezuela xalqına müraciətində də Chavez'i prezident kimi görmək istədiyini bilmək təklif eləmişdi. Həmin o demək Maduro hakimiyyətə gələndən sonra bu neftin qiymətlərinin aşağı düşməsi nəticəsində ki onun imkanları məhdudlaşdı. Və Chavez'in vaxtından da yığılıb qalan problemlər, neft sənayesinin belə modernləşdirilməməsi, iqtisadiyyatın diversifikasiya edilməməsi, bunun hamısı düşdü Maduro'nun üstünə. Maduro əlindəki bütün pulları xərcləyəndən sonra düşdü, necə deyirlər, qapı-qapı
pul gəzməyə. Mən hesab edirəm ki, o İrandan da pul alıbdı. Deyilənə görə İranın bəziləri 10 milyard deyir, bəziləri 30 milyard deyir. Yəni Venezuelada yatırımı var. Rusiyadan da çox küllü miqdarda pul alıbdı. Çini deyə bilmərəm, mən o barədə bir statistik məlumat tapa bilmədim. Həm də Çinlilər bu işlərdə çox ayıq-sayıqdılar. Amma o müxtəlif, yəni özü neft ölkəsinə olmasına baxmayaraq çox ölkədən pul alıb. Çox ölkədən pul alıb və onlar üçün də həmin o ölkələr və yaxud da ki, onların proksi qüvvələri üçün də Venezuelada çox belə əlverişli, rahat meydan yaradır. Bax, misal üçün İranın Venezueladakı səfirliyində Sepahın əməkdaşları xidmət edirlər. Sepah bilirsiniz ki, dünya dövlətləri, bir çox dünya dövlətləri tərəfindən, o cümlədən Amerika Birləşmiş Ştatları tərəfindən terrorçu təşkilat elan olunubdur. Yəni gətirib terrorçu təşkilat elan olunmuş bir orqanın əməkdaşlarına öz ölkəndə yer vermək artıq öz-özlüyündə problemdir. Bir də var, bunu Amerikanın, necə deyərlər, qulağının dibində eləyəsin. Əslində bu məqamlar hər biri ayrı-ayrılıqda Amerika Birləşmiş Ştatlarının o narkotik kartellərə qarşı mübarizə adı altında tam olaraq nələri hədəflədiyini göstərir. Narkotikdə, misal üçün, onun Venezuela, demək, bir yüksək rütbəli Venezuela məmuru var, milliyyətcə ərəbdir, daha dəqiq desək onun duruzdur. Amma duruzlar da ərəbcə danışırlar da. Onun atası Venezuelaya mühacirət eləyibdi, atasının da səhv eləmirəmsə adı Carlos Al-Aysami, bu Karl Marxın şərəfinə ad qoyublar ona Carlos. Bu ümumiyyətlə Venezuelalıların arasında Vladimir, nə bilim Marcos, Marxın şərəfinə, belə adlar çox dəbdədir. Latin Amerikasında bu adlar dəblədir. Yəni, demək bu Tariq Al-Aysami. Tariq Al-Aysamini 2017-ci ildə Amerika Birləşmiş Ştatlarının Maliyyə Nazirliyi narko tacir kimi, narko baron kimi, narkotrafiklə məşğul adam kimi özünün siyasına salır. Axtarışda olan adamların siyasına salır və bunun yerini deyənə, yeri haqqında məlumat verənə $10 milyon mükafat təyin edir. Maduro nə edir? Maduro Tariq Al-Aysamini özünün vitse-prezidenti təyin edir. Yəni ölkədə özündən sonra ikinci adam. Həmin vaxtı Maduro onu impeachment təhlükəsi gözləyirdi. Çünki parlamentdə müxalifətin əlində idi. Demək bu, əgər Maduro devrilsəydi, o vaxt impeachment olsaydı, hakimiyyətdən geçsəydi, yerinə Tariq Al-Aysami olacaqdı. Və bu adam Amerikanın artıq vitse-prezident olmamış Amerikanın axtarışda olan cinayətkarlarının siyasındadır. Bundan başqa bu faktı çox az adam bilir. Chavez'in və xüsusən də Maduro'nun dövründə Venezuela'dan ki bu 8 milyon adam gedib aşağı-yuxarı, bunların yerinə bir xeyli digər etnoslardan, hətta digər dinlərdən daha çox, indi ola bilər tamaşaçılar üçün o qədər də xoş deyil, bir xeyli müsəlman ərəb demək gətirilib Venezuela'ya. Venezuela'nın şimal-şərqində bir böyük ada var, Margarita adası. Venezuela'nın ən böyük adasıdır. Oranın bütün əhalisi ərəblərdir, ərəb müsəlmanlardır və orada məscidlər, dini məktəblər, hətta Venezuela uşaqlarını da ora cəlb edirlər və Venezuelanın cənubuna yerləşdirirlər. Və bu şəxslərdən, bu demək, belə deyək də, bu gəlmə elementdən, emigrantlardan, bunlar Venezuelanın cəza aparatında istifadə edirlər, Venezuelalara qarşı. İndi heç bir millətin bu xoşuna gəlməz. Yəni bu aydındır ki, Venezuela müxalifəti də bunu bəyan eləyir. Hərçənd ki, səslər o qədər də yüksək çıxmır. Çünki Venezuelanı müdafiə edən dünyada o qədər qüvvə var ki. Həm bu Amerikanın acığına, həm bu sol ideologiyanın təsiri altında. Ona görə Venezuela müxalifətinə Nobel sülh mükafatı verdilər Maria Machado'ya, Venezuela müxalifətinin liderinə. Amma nə qədər adam Machadonu tanıyır? Machado'nun heç bir dəfə də olsun bir çıxışını eşidən bir şəxs mən hesab edirəm ki, çox azdır. Yəqin ki, bizlər deyil, bu regiondan danışıram. Bu mənada demək, bundan başqa onlar Şəmsi bəy, keçid edək məncə ən önəmli məqam o beynəlxalq hüquq məsələsinə. Buyurun. Az öncə qeyd etmək istədiklərinizlə bağlı bir sonlama fikirləriniz varsa, onları da eşidək və keçək sonuncu sualımıza. Mən sizə deyim ki,
Bir də ki, bu hakimiyyət həm Chavez hakimiyyəti, həm Maduro hakimiyyəti çox traybalist bir hakimiyyətdir. Düzdür, bunların tayfalarından yox, amma bax Chavez hakimiyyəti 98-ci ildə gəlir, gələn kimi öz atasını, heç vaxt dövlət orqanlarında işləməmiş atasını bir vilayətə qubernator təyin eləyir. Hal-hazırki prezident, yəni prezident vəzifəsini icra eləyən Rodriguez'in qardaşı Jorge Rodriguez Venezuela Milli Assambleyasını, yəni faktiki Venezuela parlamentinin sədridir. Patronajlıq sistemidir yəni. Hətta öz qardaşların təyin edən Maduro'nun qardaş uşaqları, qohumları və yaxud da ki Maduro'nun həyat yoldaşı demək Silvia Flores. İndi çox adam deyir ki, bu Silvia Flores'i niyə tutublar? Maduro'nun və bunun narkotrafiklə nə əlaqəsi? Əvvəla Silvia Flores 1992-ci ildə Chavez həbs olunanda onun vəkili olubdu. Özü də yeri gəlmişkən Maduro'dan da bir 6 yaş böyükdür və Chavez hərəkatda da Maduro'dan daha böyük nüfuza malik olub vaxtı ilə. İnqilaba taktiki komandanlığın rəhbərlərindən biri olubdu. Sonra Venezuela'da müxtəlif vəzifələr tutub. Hələ Maduro Milli Assambleyanın sədrliyindən gedəndən sonra, yəni spikerliyindən gedəndən sonra həmin bu Silvia Flores, yəni onun həyat yoldaşını təyin ediblər ora. Yəni bu bir qohumların çox sıx birləşdiyi bir belə desə hakimiyyətdir, bir traybalist hakimiyyətdir. Ona görə siz hüquqi tərəfinə keçmək istəyirsiniz məsələni. Yəni nə dərəcədə Trump'ın iddia etdiyi o əsaslarla Venezuela'ya giriş olması, Maduro'nun oradan çıxarılması, həbs olunması beynəlxalq hüquqdurmu, yoxsa az öncə adını çəkdiyimiz o realizm nəzəriyyəsinin mi təntənəsidir, güc faktoru? Ümumiyyətlə deyim ki, iki gün bundan əvvəl də gərək ki, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasında bu Venezuela məsələsi müzakirə olundu. Və hətta Amerika Birləşmiş Ştatlarının ən yaxın müttəfiqləri, NATO müttəfiqləri belə bu məsələdə Birləşmiş Ştatları ittiham elədilər, beynəlxalq hüququ pozmaqda ittiham elədilər. Yəni, əgər Fransa, İspaniya, Amerika Birləşmiş Ştatlarını beynəlxalq hüququ pozmaqda ittiham eləyirsə, demək, ştatları müdafiə eləmək çətindir, amma mən müdafiə eləməyə cəhd eləyək. Mən bilirəm ki, bizim regionda və ümumiyyətlə dünyada bunu çox az adam, hətta Amerikanın özündə də Trump'ı və hal-hazır ki Ağ Evi, administrasiyanı günahlandırırlar. Bəli, Konqres daxilində ciddi fikir ayrılığı yaranıb hətta. Özdə bir neçə bənd üzrə günahlandırırlar. Mən əvvəla deyim ki, birinci ittiham nədir? Birinci ittiham odur ki, Nicolas Maduro suveren bir ölkənin prezidentidir və suveren bir ölkənin prezidentini belə desək, oğurlamaq, qaçırtmaq, ya həbsə almaq olmaz. Onun rəsmi diplomatik statusu var, immuniteti var. Toxunulmazlığı var. Toxunulmazlıq, bəli. İş orasındadır ki, 2019-cu ildə o zaman Guaido müxalifətin lideri və o Juan Guaido gərək ki, o prezident seçiləndə özünü elan elədi və bir çox ölkələr onu prezident kimi tanıdılar. Və 2019-cu ildə Amerika Birləşmiş Ştatları yeri gəlmişkən hal-hazırda Maduro'nu müdafiə edən Avropa dövlətləri Maduro'nu prezident kimi tanımırlar. Və o zamandan da bunu elan eləyiblər ki, sən qəsbkarsan. Latin Amerikasının özündə Lima qrup ölkələri var. 12 Latin Amerikasının, yəni bunun qonşu ölkələr. Onlar da Maduro'nu prezident kimi tanımırlar. Maduro onların gözündə hüquqi baxımdan fiziki şəxsdir. Birləşmiş Ştatların baxışında isə bu həm də Birləşmiş Ştatlar tərəfindən axtarışda olan narkotik cinayətlərinə görə, bəli, tutaq ki, qanunsuz silah saxlamağa görə bir cinayətkardır. Burada maraqlı məqamlardan o gün yoldaşlardan biri deyir ki, necə ola bilər ki, bu adam öz ölkəsində qanunsuz silah saxlamağa görə ittiham olunur. Özü də bu ölkənin prezidentidir. O özü silah saxlamağa görə ittiham olunmur. O Amerika ərazisində narkoticarətlə məşğul olan, narkotik vasitələrin ticarəti ilə məşğul olan cinayətkar qruplaşmaların silah saxladığına görə ittiham olunur. Yəni o onları təmin eləyibdir. Həmin qruplaşmalar hesab olunur, Amerika Birləşmiş Ştatları hesab edir ki, onlar Maduro'nun patronaja, Maduro'nun demək rəhbərlik etdiyi cinayətkar qruplaşmanın onun adı da Günəş kartelidir. Niyə Günəş karteli deyirlər? Çünki
Venezuela ordusunun generallarının paqonlarında günəş emblemi var. Günəş karteli düzdür. Amerika Birləşmiş Ştatlarının baxışı ilə Birləşmiş Millətlər Təşkilatının narkotiklərlə və cinayətkarlığa qarşı mübarizə departamentinin bu barədə fikirləri bir balaca fərqlənir. Amma hər ikisində o deyir ki, o vahid cinayətkar təşkilat deyil, orada müxtəlif cinayət təşkilatlar, qruplaşmalar var. Bunu BMT deyir. Amerika Birləşmiş Ştatları isə onları vahid bir təşkilat kimi qəbul edir. Mən hesab edirəm ki, burada bir prinsipial fərq yoxdur. Hal-hazırda indiki mərhələdə. İstənilən halda Maduro cinayətkardır. Bəli, və bu hər bir halda bu adam Amerika Birləşmiş Ştatları və bir xeyli dövlət tərəfindən rəsmi diplomatik immuniteti olunan şəxs kimi qəbul olunmur. Venezuela müxalifəti bunu belə desək, öz prezidenti hesab etmir. Yəni 2014-cü ildən bəri heç bir seçkidə Maduro qətiyyətlə açıq, şəffaf seçilmiş müşahidəçilərin olduğu seçkini udmayıbdır. 2019-da və 2024-cü ildə, yəni keçən ilki seçkilərdə isə onun uduzluğu belə desək, hətta müşahidəçisi olmadan da aydın idi. Ki bu adam seçkiləri uduzub. Sorğular bu nəticəni göstərir. Tək sorğular deyəndə ki, əvvəla müxalifətin lideri olan Marina Machadonu 2023-də demək oradakı zor gücü ilə bunu orada Mərkəzi Seçki Komissiyasının əli ilə seçkilərdən kənarlaşdırdılar. Sonra isə Machado öz yerində Eduardo Gonzalesi verdi və Gonzales demək bu seçkilərdə iştirak elədi müxalifətin nümayəndəsi kimi. Deməli bütün bu təzyiqlərə baxmayaraq, hətta hərbiçilərin gözünün qabağında, çünki seçkilərə hərbiçilər nəzarət edirdilər, müxalifət belə desək əllərində kağız qeyd edildilər ki, nə qədər adam Maduroya səs verir, nə qədər adam Gonzalesə və Gonzales böyük üstünlüklə bunu uddu. Yəni bunu hərbiçilər də gördülər. Və bu mənada, yəni müxalifət buna açıq dedi. İntihası orada bir qəribə bir şey var. Demək, bu hələ Chavez'in vaxtından var. 99-cu ildə konstitusiya dəyişiləndə Ali məhkəməyə elə bir səlahiyyət veriblər ki, orada konstitusiya məhkəməsi yoxdur. Venezuelada Ali məhkəmə var. Elə bir səlahiyyət veriblər ki, o parlamentin qəbul elədiyi, Venezuela parlamentinin qəbul elədiyi qanunları konstitusiya zidd elan eləyə bilir və onların da tam tərkibi Chavez tərəfindən, Maduro tərəfindən təyin olunubdur. Yeri gəlmişkən, bu çox unikal bir hadisədir. Venezuela Ali Məhkəməsinin sədri də hal-hazırda yox, 2019-cu ildən etibarən Amerika Birləşmiş Ştatlarının narko ticarətlə məşğul olan şəxslərin siyahısındadır. Yəni Ali Məhkəmənin sədri bu siyahıdadır. Və belə bir adam deyək ki, müxalifətin liderini kənarlaşdırdı seçkidən Machadonu. Bu yəni bunu necə belə desək normal qəbul eləmək olar? Sadəcə Maduro çıxıb özünü prezident elan eləyir və onu da silah gücünə müdafiə edirlər. Belə desək, hamı onu göstərib, Delcy Rodriguez'in vaxtında artıq bu 3-4 gündə əməlli başlı repressiyalara başlayıblar. Yəni müxalifətin tərəfdarlarını filanlarını həbs edirlər. Amma mühacirətdə olan Venezuelalılar, Latin Amerikasında olanlar, indi Amerikadakıları qoyaq qırağa, deyək ki, onlar propagandanın təsiri altına düşüblər. Amma onlar bayram edirlər. Demək, İspaniyada, özdə İspaniyada bilirsiniz, daha hakimiyyət, sosialist hakimiyyətidir. İspaniyanın rəsmi dövlət orqanları Amerikanı ittiham eləyir. Amma İspaniyadakı Venezuela mühacirəti Maduro'nun həbs olunmasını bayram eləyir. Hesab edirəm ki, ilk növbədə həmin o ölkənin əhalisini əgər imkan varsa onları soruşmaq lazımdır. Aydındır ki, Venezuelada bu mümkün deyil. Venezuelada elə bir sistem qurulubdur ki, orada kollektivoslar deyilən bir sistem var, kollektivoslar. Orada artıq fərqli fikir demək mümkün deyil. Yəni buna görə də həmin bax bu Amerika Birləşmiş Ştatları bu həbsi tətbiq eləyəndə öz qanunvericiliyi baxımından, eyni zamanda Birləşmiş Millətlər Təşkilatının da, indi bizim yoldaşlar çox vaxtı deyirlər ki, axı bu Birləşmiş Millətlər Təşkilatının
fundamental prinsiplərindən biri ərazi bütövlüyüdür, bir dövlətin daxili işlərinə qarışmamaq filan. Amma digər məsələlər də var. Axı insan hüquqları da Birləşmiş Millətlər Təşkilatının fundamental prinsiplərindən biridir və insan hüquqlarına dair beynəlxalq ictimaiyyət bir çox belə desək hüquqi sənəd qəbul edibdir. Yəni onlar da pozulur və bu Maduro da onların pozulmasında təqsirləndirilir. Digər tərəfdən də hər bir dövlətin müstəsna səlahiyyətindədir ki, o özünə qarşı təhlükə görəndə preventiv tədbirlər görsün. Amerika isə artıq neçə illərdir elan edir ki, Maduro Amerika Birləşmiş Ştatlarının cəmiyyəti, xalqı üçün təhlükədir. Və hesab edirəm ki, yəqin ki, bu məhkəmədə də Birləşmiş Ştatlar kifayət qədər sənədlər təqdim eləyəcəklər, yəni Maduro-nu ittiham edən. Amma bu bir başqa məsələdir ki, Trump üçün bunlar ikinci dərəcəlidir. Bunlar Trump üçün. Bunlar mən başa düşürəm ki, haqlılar. Bunu Trump'ın komandası hazırlayır. Amma Trump üçün isə bunlar ikinci dərəcəlidir. Trump bundan ötürü bir çox geopolitik məsələləri həll eləmək, bir də ki, Venezuela neftinə nəzarəti təmin eləməyə çalışır. Aydındır. Şəmsir bəy, əslində vaxtımız çox az qalıb, amma demək istədiyiniz, indiyə qədər demədiyiniz bəlkə çox önəmli bir nüans varsa sizə vaxt tanıya bilərik, son dəqiqələrimizdə bildirəsiniz və yekunlaşdıraq müzakirəmizi. Bu barədə çox danışmaq olar, amma mən bir şeyi yəqin ki, artıq hamı başa düşür ki, demək, diktatorlar üçün rahat fəaliyyət göstərmək dövrü yəqin ki, bitir. Ya diktatorlar belə çıxır ki, indən sonra Amerika Birləşmiş Ştatlarının patronajlığı altında fəaliyyət göstərə biləcəklər, ya da ki, onlara bu imkan verilməyəcək.